Şəhidin böyüklüyü bundadır ki, şəhid insanlıq yolunda yanır. Şəhid egoist insan ola bilməz. Şəhid fədakar insandır. Mənsub olduğu xalqa, millətə aşiq olan insandır. Allahın da belə insanlardan xoşu gəlir. Allah belə insanlara böyük dərəcə verir. Ona görə də hədisdə var, qanı torpağa töküləndən şəhidin bütün günahları bağışlanır. Şəhid məhşərə daxil olanda Allahın göndərdiyi peyğəmbərlər hamısı şəhidin ayağına duracaqlar. Şəhidə peyğəmbərlər minnətdarlıq edəcəklər. Görün, şəhid nə uca məqamdır. Ona görə heç adam bilmir şəhidin valideyninə desin ki, sənə baş sağlığı verirəm, ya göz aydınlığı versin. Adam heç anlamır. Düzdür, övlad etkisi ağırdır, hamımızın övladlarımız var, Allah olmayanlara da nəsib eləsin. Amma adam düşünəndə ki, biz bu dünyada nə qədər qalacaq? Çoxu qalaq 70 il, 80 il. İndi də ömürlər